Fransa 24 televiziya kanalı vasitəsilə yayımlanan debatda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Ermənistanın Dağlıq Qarabağda növbəti təxribat törətməklə işğal etdiyi torpaqları daha da genişləndirmək niyyəti olduğunu bildirib. Diplomat 613 dinc sakinin bir gecədə qətlə yetirildiyi Xocalı soyqırımının erməni barbarlığının kulminasiya nöqtəsi olduğunu vurğulayıb və status quo-nun qəbul edilməz olduğunu diqqətə çatdırıb. Münaqişənin həllinə gəldikdə isə o bildirib ki, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına Ermənistan riayət etməlidir. Debat zamanı Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyan isə öz növbəsində dövlətinin tutduğu mövqeyə və beynəlxalq hüquq normalarına sığmayan siyasətinə haqq qazandırmağa çalışıb. Xatırladaq ki, keçən həftə Ermənistanın Fransadakı səfiri Azərbaycanlı səfirlə birbaşa debatdan boyun qaçırıb.